Bugün Afya döyüşlərinin qəhrəman şəhidlərindən olan Rahil Ərəblinin mövludu günüdür. Yazın çiçəklənən vaxtında, ağaçların köklənən vaxtında bizim qəhrəmanımız Rahil Ərəbli öz xidməti borcunu yerinə yetirərkən, Azərbaycan Silahlı Qüvvələrinin tərkibində öz xidməti borcunu yerinə yetirərkən şəhid oldu. Bayaq mən həm salamladım, həm ziyarətlərini qəbul etmək üçün Allahıma dua elədim. Rahil Ərəblinin bugün mövluduna yığışanların hər birinə mən öz çalışdığım, Azərbaycan nəşriyyatında çalışdığım Şərqin Səsi qəzeti, yəni kollektivi adından hər birinizə təşəkkür edirəm. İsmail Əhmədin bir bəd şeiri ilə mən tədbirə, yəni biraz çıxış etmək istəyərdim. Deyir, çalın asta-asta bir mezar üstə, həm yanıq yərəmi, həm də şikəstə. Hər məzar daşından bir xəbər istə, şəhidi ellərdən soruş. Yəni, bunu demək istəyərdim ki, şəhidi tanımaq üçün onu ellilərdən soruşmaq daha yaxşı olardı. Şirvan cəmiyyəti bizim Şirvan Şəhidlər Xiyabanında, yəni əbədi məkanlaşan, əbədi məskunlaşan bu şəhidlər haqqında çox gözəl bilirlər. Çünki analar burada elə doğmalaşıblar ki, onlar istər-istəməz qanla olmasa da, qan genetik olmasa da, onlar mənəvi cəhətdən bir-birinə ana, bacı, doğma olublar. Mən də eyni zamanda artıq 4 ildən yuxarıdır ki, mən də bu kollektivin içərisində zaman tapdıqca gəlirəm, iştirak edirəm. Onların bir-birinə necə dəstək olmasını, onların bir-birinə necə dayaq olmasını, bir-birinə eyni zamanda təsəlli olmasının şahidiyəm. Bəli, bugün bizim qəhrəmanımızın mövludu günüdür. Yəni, Afya döyüşlərində öz qanı ilə, öz canı ilə, tarixin səhifələrinə qızıl hərflərlə qəhrəmanlıq, yəni şücaətini yazan, qəhrəmanlıq dastanı yazan Rahil Ərəbli, bayaq qeyd etdiyimiz kimi, Şirvanın Hacı Qəhrəmanlı qəsəbəsində sadə, torpağa bağlı bir ailədə 96-cı ildə dünyaya gəlmişdir. 2003-2014-cü illərdə Hacı Qəhrəmanlı qəsəbənin 12 nömrəli məktəbində təhsil almış. Yəni 2015-ci ildə yaş sinsi ilə əlaqədar hərbi xidmətə yola düşmüşdür. Rahil Ərəbli Astara rayonunda ilk olaraq hərbi xidmətinə başlamış. And-içmə mərasimindən sonra öz ərizəsinə əsasən Rahil Ərəbli, bizim qəhrəman şəhidimiz, Ağcabədi rayonunun Qiyamətli kəndi istiqamətində yerləşən en saylı hərbi hissədə öz xidməti borcunu yerinə yetirmişdir. Bildiyimiz kimi 2016-cı ilin Afya döyüşləri, yəni ermənilər tərəfindən torpaqlarımıza təcavüz olaraq, yəni biz də haqq səsimizi qaldırmalı olduq. Bizim Azərbaycan ordusunun şücaəti ilə biz ən yüksək mövqelərimiz olan Lələtəpəni, yəni mən misal olaraq göstərmək istəyərdim. Lələtəpə yüksəkliyi və digər adsız yüksəkliklər bizim ordumuz tərəfindən yəni özümüzə qaytarıldı. Özümüzün olan torpaqlarımız rahillərimizin şücaəti ilə yəni özümüzə qaytarıldı. Həmin Afya döyüşlərində Rahil rəşadətlə, şücaətlə, düşmənlə mübarizə apardı və o qələbənin qazanılmasında rahilin simasında olan bir çox şəhidlərimizin yəni şücaəti, əməyi danılmaz oldu. Həmin döyüşlərdən yəni bizim qalibiyyətimizi, bizim qələbəmizi, ordumuzun düşmən üzərinə çaldığı qələbəni ermənilər bildiyimiz kimi həzm eləmədi. Müntəzəm olaraq ordularımızın yəni sərhədyanı ərazilərini yenə də ateşə tutdular. İri çaplı silahlardan bir çox yəni qanunsuz silahlardan istifadə edərək ordumuzun mövqelərini, eyni zamanda yaşayış ərazilərini ateşə tutdular. Həmin döyüşlər uzandı. Baxmayaraq ki, ateşkəs elan olunmuşdu, amma ermənilər öz çirkin niyyətindən əl çəkmirdilər. Mövqelərimizi yenə ateşə tuturdular və öz xidmətinin borcunu yerinə yetirərkən postda Rahil Ərəbli də düşmənlə mübarizədə öz şirin canından keçdi. Bəli, bugün Azərbaycanın hər bir şəhidi bizim əzizimizdir, bizim doğmalarımızdır. Biz onları unutmuruq. Onları sətirlərdə, onları video yaddaşlarda, onları başlıca olaraq öz yaddaşımızda, öz qəlbimizdə yaşadırıq. Hər zaman da yaşayacaqlar. Əgər mənə bugün sual versəydilər ki, şəhidlik nədir? Mən
öz baxış bucağımdan yanaşardım. Deyərdim ki, şəhidlik körpələrimizin haqsız yerə, günahsız yerə məhv olmasına yox deyilən real ifadənin, yəni göstəricisidir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm və din xadimlərinin dilindən qopub yaddaşıma hopan bir ifadə ilə yəni çıxışımı sonuçlamaq istəyərdim. Belə bir ifadə var ki, şəhidlər imamlardan biridir, onlar ölməyib diridir. Həqiqətən də onlar cismən də olsa bizdən uzaq olsalar da ruhən hər zaman bizimlədir. Onlar uca Yaradanın dərgahında ən gözəl məkandadır. Cənnət onların demək olar ki, ən gözəl beşiyidir. Bütün analara, bütün atalara, şəhid doğmalarına, hər birinə Allahdan onların balası üçün rəhmət diləyirəm. Hər bir şəhid valideynlərinə Allahdan səbir diləyirəm. Qalan övladlarımızı Allah qorusun. Yəni onlar da bizim balalarımızdır. Allah rəhmət eləsin. Çok sağ olun. Teşekkür ederim. Mən bir faktı vurgulamaq istəyərdim ki, Barat müəllimi mən çoxdan tanıyıram. Barat müəllim özü də Barat qardaşımız. Çünki ailədə olanda yəni tanımışdım Barat qardaşımızı. Buyurun. Birinci Qarabağ müharibəsi veteranıdır. Allah sana sağ olasın. Uzun ömür diliyoruz. Buyurun. Ben de Şəhid Ərəblinin Daşiş Məmmədov Barat Fərəzoğlu 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti qarşısında onun səsinə səs verərək vətənimizin müdafiəsinə qalxdım və 94-cü il aprel 26-cı ağır yaralanmışam. Bununla belə şəhidlərimiz haqqında nə demək olar? Hər bir ananın, atanın arzusu, istəyi evlad dünyaya gətirib böyütmək, onun toyunu görməkdir. Evladın da borcu atasını, anasını yaşatmaqdır. Bizim bugünkü bu şəhidlərimiz ata-ananı yaşatmaqla beləsinə, uca zirvələrə qaldırmaqla beləsinə həm dövlətimiz, həm xalqımızı uca zirvələrə qalxırdı, bayrağını uzatdı. Elə inkişaf etmiş böyük dövlətlər var ki, bu günlər bizim bu şəhidlərimizin qəhrəmanlığından dərs keçirlər öz zabitlərinə, öz əsgərlərinə, Şuşanı hansı fədakarlıqla almaqlarından onlar öz hərbi dərslərinə əlavə ediblər. Bizim şəhidlərimizin qəhrəmanlığından onlar öz ölkələrində, öz vətəndaşlarına dərs keçirlər. Bununla fəxr etməliyik ki, bizim bu cür şəhidlərimiz var. Belə qəhrəmanlarımız var. Bu günləri Ərəbli Rahilin doğum günüdür. Yaşı yox, doğum günü. Düz deyir ki, yaşasaydı 29 yaşı olardı. Allah Quran-ı Kərimdə deyir ki, şəhidlərə ölü deməyin. Onlar ölü deyirlər, yaşayırlar. Həqiqətən onlar yaşayırlar. Öz yaşlarında qalıblar, 20 yaşında, ancaq yaşayırlar. Qiyamətə kimi də yaşayacaqlar. Bizdən sonra 100 il keçəcək, 200 il keçəcək, nə qədər keçəcək, dünya durduqsan onlar əbədi yaşayacaq. Biri var yaşayırsan ölmək üçün, biri var ölürsən yaşamaq üçün. Bu günlər şəhidlərimiz canlarından keçdi yaşamaq üçün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizlərə də can sağlığı versin ki, bu günləri bu tədbirdə iştirak edirsiniz. Allah dövlətimizi qorusun, xalqımızı qorusun, hərbiçilərimizi qorusun ki, soyuq bilmirlər, yağış bilmirlər, qal bilmirlər. Səngərdə bizi qoruyurlar, bizə rahat. Öz işimizlə məşğul oluruq. Allah hər birinizə kömək olsun, hər birinizə yardımcı olsun. Ailəm adından, bacım adından sizlərə təşəkkür edirəm. Çox sağ olun. Çok sağ olun, teşekkür ederim. Bu bizim her şeyden evvel vatandaşlık borcumuzu, yani ki şəhidlər önce qeyd elədiyim kimi də elə bir nümunə qoyub gediblər ki, onları heç zaman unutmaq olmaz. Bəlkə də 50, 100, 200 il bundan sonra biz bu həyatda olmayacaq, bizi bəlkə də xatırlayan olmayacaq ümumiyyətlə, ən çox yaxınlarımız xatırlayar. Amma bu torpaqda uyuyan bütün şəhidləri Azərbaycan xalqı var olduqca, bütün Azərbaycan xalqı həmişə xatırlayacaq və bir qəhrəmanlıq simvolu kimi, bir cəsarətli simvolu kimi, bir hünər simvolu kimi ocaq olaraq həmişə gəlib yad eləyəcək, qeyd eləyəcək və vətənpərvərlik örnəyini bu ocaqdan, bu yurtdan, bu yerlərdən alacaqlar öz ilham mənbələrini. Ona görə mən bir daha ərazi bütövlüyümüz uğrunda canlarını şəhid eləmiş əziz soydaşlarımızın xatirəsini ehtiramla yad edirəm.
qazilərimizə can sağlığı diləyirəm və onların xatirəsinə ehtiramla dua oxumaq üçün sözü verirəm Şirvan şəhər imamının müavini Hüseyn bəyə. Buyurun Hüseyn. Bismillahirrahmanirrahim. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات إلى روح المرحوم المغفور وبحق حرمة السورة المباركة الفاتحة مع الصلاة اللهم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم Allah kabul etsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu, dövlətimizi, millətimizi qorusun. Amin. Çok sağ olun.